Cümə günü azan verilir. Cümə namazına çağırılır. Quran əmridir. Burada da ayə qeyd olunub. Buyurur ki, tez tələsə-tələsə gedin. Hətta yazıblar ki, qaça-qaça gedin. Biraz hiss olunsun ki, sən tələsirsən. Bilirsiniz niyə? Əhəmiyyəti görünür. Məsələn, işlədiyin mühitdə görsünlər ki, bu yenə tələsə-tələsə gedir cümə namazına. Adi gündəlik namazlara deyiblər, vüqarla gedin, ağır-ağır gedin. Buracan din incəlikləri nəzərə alıb. Amma deyir, cümə namazına tələsərək gedin. Tez alış-verişi buraxın. Dükandasınızsa, dükkanı bağlayın. Harada işləyirsinizsə, əgər ixtiyarınız öz əlinizdədirsə, icazə almaq, razılaşdırmaq mümkündürsə, heç cür mümkün deyilsə, heç. Amma mümkündürsə, gedin. İndi də internet dövrüdür, cəmaat evdə oturub baxır, deyir, mən olsa evdə qulaq asıram. Bu evdə qulaq asmaq cümə namazı deyil. Evdə qulaq asmaq kifayət deyil.